Sabahınız xeyir olsun əziz dostlar. Bu sualı mən sizə izah edəcəm. Bu sualı isə sizə tapşırıq kimi verəm. Burada 8 rəqəmi ilə 3 rəqəmi ilə 1 alıb. Eyni qayda ilə getməlidir. 14 rəqəmi ilə 5 rəqəmi ilə 11 alıb. 21 rəqəmi ilə 3 rəqəmi ilə həmin rəqəm alınmayıb deyə tire qoyublar. İndi sualımızın cavabı necə olacaq? Bunun məntiqi belədir. Bura baxın. 3 ilə 8-dən 1-i necə alıblar? 3-ün kvadratı 9 eləyir. 9-dan 8 çıxıb 1 alıblar. Bura niyə tire yazıb? Çünki 3-ün kvadratı 9 eləyir. 9-dan 14 çıxmaq olmur deyə tire qoyub. Yəni məntiqi budur. Eyni qaydanın 5-in kvadratı 25, 8 çıxıb 17 yazıb. 5-in kvadratı 25'dir. 14 çıxıb 11 yazıb. 5'in kvadratından 21 çıxıb 4 yazıb. Məntiq budur ki, indi bizim sualımızın cavabı 7'nin kvadratı 49, 49'dan da 8'i çıxacaq. Sualımızın cavabı eləcə 41. Bura baxın 49'dan 14 çıxanda 35 yazıb. Bu sualın cavablarını kommentdə qeyd edin. Nəyi bilməsiniz, mən sizə kömək edəcəm.